Bismillahirrahmanirrahim. Bugün İran-İsrail müharibəsinin 4-cü gününü yaşayırıq və bu arxada qoyduğumuz 4 gün ərzində bir çox məsələlərə biz şahid olduq. Qarşılıqlı hücumlar, hər iki tərəfdən itişilər və eyni zamanda xüsusən Qərb mediasının Azərbaycan mətbuatı da, sosial şəbəkəsi də daxil olmaqla yalan informasiyalar, İsrailin müdafiə xarakterli məlumatların tirajlanması və s. bu kimi hallara biz şahid olduq. Dayanmadan Azərbaycan mediası, sosial şəbəkələr, dövlət büdcəsindən maliyyələşən mətbu orqanlar, televiziyalar İranın məhv olmasını, İranın tezliklə məğlubiyyət bayrağını qaldırmasını və yaxud da bəzi İsrailin deməli qələbəsini, İsrailin İran üzərində qətiyyətli qələbəsini, sonra hətta Türkiyədə əl uzadacağını və s. bu tipli şayələr dolaşır. Düşünürəm ki, bunların hamısı psixoloji baskıdır. Bütün deməli Qərb düşüncəsində belə bir metod məşhurdur. İnsanlara deməli daha çox psixoloji baskı ilə, yalan məlumatlarla, yalan şayələrlə istəyir ki, insanların düşüncələrində müəyyən dəyişikliklərə imza atsınlar. Amma bu xəbərləri tirajlayanları biz açıq şəkildə gördük ki, bunlar deməli İsrailin hücum etdiyini etiraf edirlər və deyirlər ki, deməli İsrail İrana dedi ki, sən nüvə silahı istehsal etməyəcəksən, uranı zənginləşdirməyəcəksən, mən deyənlə oturub duracaqsan. İran da təkəbbürlü elədi və təkəbbürlüyünə görə bugün İranın başına nə oyun gəlirsə, yaxşı gəlir. İran məhz təkəbbürlü olduğuna görə deməli xəritədən silinməlidir, rejim məhv olmalıdır, dövlət olaraq parçalanmalıdır. Əziz izləyicilər, bu bəhanə çox tanış gəlir. Çünki düşmənin, İslam düşməninin deməli ortaya atdığı ən gözəl və ən keçərli bəhanələrdən biridir. Məhz bu bəhanə ilə Həzrəti Əli əleyhissalamı Allah ki onu vəsiyyət eləmişdi, daha doğrusu tapşırmışdı Peyğəmbərə. Bir neçə gün əvvəl Qədirxum mövzusunda, Qədirxum bayramı keçirildi və bu mövzularda müəyyən söhbətlər oldu. Sən Əlini özündən sonra imam və xəlifə təyin etməlisən ki, Peyğəmbər də təyin etdi. İnsanlar isə gəldilər, dedilər ki, yox, Əli biraz cavandır, qürurludur, biraz zarafatçıldır, biraz da təkəbbürlüdür. Gərək, məsələn, Peyğəmbərin yerinə bir dənə yaşlı bir adam ola, biraz ciddi adam ola və digər fəzilətləri, üstünlükləri göz ardı etdilər. Amma halbuki təkəbbür Həzrəti Əlidən çox-çox uzaq idi. Həzrəti Əli yetimlərə göstərdiyi deməli xidmət, qayğı, öz çalışmaları, ömründə olan o hərəkətlər, o hadisələr bu iddianı tamamilə təksib edir. Buna baxmayaraq yenə də Həzrəti Əli əleyhissalamın adına bir dənə təkəbbürlü bəhanəsi yapışdırdılar, zarafatçılı bəhanəsi yapışdırdılar, gənc olma bəhanəsi yapışdırdılar və Allahın vədəsini, Allahın əmrini pozdular, əmrindən çıxdılar. Bu sonralar da təsadüf eləyir bir halla və eyni zamanda düşməni biz görürük müəyyən yerlərdə bir adama, məsələn, həqiqi Allah yolunda xidmət eləmək istəyən şəxslərə qarşı bu bəhanələr, biz dəfələrlə bunu müşahidə etmişik. Qarşı tərəf gəlib deyir ki, hə, o təkəbbürlüdür. Soruşursan, qardaşım, nə problemi var? Məsələn, filan şəxsin hansı günah eləyib, İslama hansı xəyanət eləyib, hansı işi bacarmır, nəyi eləyə bilmir və yaxud da nədir bunun alternativi, siz nə eləmək istəyirsiniz? Cavab olur ki, onun hər şey yaxşıdır, amma biraz təkəbbürlüdür də, ona görə də yox, bizlik gərək biz onu uzaqlaşdıraq. Bax, bu düşmənin hiləsidir. Biz bu hiləni bu gündə İran-İsrail münasibətlərində gördük. Biz gördük ki, bəli,
İsrail tərəfi müdafiə edənlər İranın niyə parçalanmalı olduğunu, niyə dağılmalı olduğuna sübut üçün, fakt kimi İranın təkəbbürlü olduğunu gətirirlər ki, sən demə, İran İsrailə qarşı təkəbbürlü davranılmış. İsrail gəlir İrana deyir ki, təbii ki, İsrail bir rejimdir. Təqribən 48-ci ildən sonra ölkə kimi formalaşmağa çalışan Qərbin dəstəyi ilə bir rejimdir. İsrail Siyonist rejiminin gəlib deyir ki, İrana, sən nüvə silahı istehsal etməyəcəksən ki, hansı ki, nüvə silahı istehsal etmir İran. Sən uranı zənginləşdirməyəcəksən. Hər dəfə deyirik və məcbur oluruq bu cümlələri təkrarlamağa. Elə bil, bir dənə nəfər gəlir, qonşu gəlir və yaxud da başqa bir nəfər gəlir, bir nəfərin evinə deyir ki, sənin evində qayda qanunu mən tənzimləyəcəm. Mən deyən kimi sən yaşayacaqsan, mən deyən kimi balaları tərbiyə edəcəksən, mən deyən kimi ailə ilə münasibət quracaqsan. Bu nə məntiqdir? O ev gəlsə də desin, hə, yaxşı, mən sənə etiraz eləmirəm. Əgər mən sənə etiraz eləsəm, olaram təkəbbürlü. Təkəbbürlü mənə deyərlər. Və sən də onu bəhanə gətirib, məni buradan öldürərsən, mənim dağıdarsan, ailəmi əsir götürərsən, balalarımı zəlil eləyərsən. Bax, İran-İsrail münasibətləri bu məsələ bənzəyir. Biz baxıb görürük ki, bugün o insanlar danışırlar, o insanlar bu söhbətləri eləyirlər, o insanlar İranın haqsız, İsrailin haqlı olduğunu deyirlər, o insanlar yuxularında da belə İsrailə etiraz etmək gücündə deyirlər. Və ona görə deyirlər, hə, bunlar İsrailin kölgəsindən də qorxurlar, elə bir vəziyyətə gəlib çatıblar ki, İsrailin kölgəsindən qorxub, amma İsraildən qorxmayan, heç bir halda İsraillə üz-üzə gələn, İsrailə deməli İsrailə bomba atan, raket atan, İsrailin Amerikan əsgərlərin girov götürən bir dənə İrana gəlib deyir ki, sən təkəbbürlüsən, sən də eləcə mənim günümə düş. Sən də mənim günümdə zəlil ol. İsrail elə ağadır, sən də elə İsrailə ağa denən nə olsun? İsrail gəlsin sənin ailəndə, evində o baş verən prosesləri, sənin ailəndəki, evindəki davranışları o tənzimləsin. O desin ki, sən ailə ilə necə münasibət quracaqsan, uşağı necə böyüdəcəksən və s. Biz bu günlərdə gördük ki, xüsusən Azərbaycanın bir müxalif adında olan bir düşərgəsi ki, bunlar illərdir istəyirlər müxalifətçilik eləsinlər. Amma indi məlumdur da biz müxalifət Azərbaycan daxili məsələlərə toxunmuruq. Ona görə də bu mövzuların dərinliyinə getmirik. Bugün gördük ki, bu fikirlər çox bunlardan qaynaqlanır. Başı üstə yeriyən, ayaqları ilə düşünən Mehmet Pənahlı gəlir bugün deyir ki, İsrail gərək, deməli, İran gərək İsrailə tabi olsun, İran gərək dağılsın, biz oradan Cənubi Azərbaycanı götürək, Cənubi Azərbaycan müstəqil ölkə olsun, bizə qoşulsun və farslar belə getdi, farslar elə getdi. Adam, bilirsiniz də mən niyə görə deyirəm, başı üstə yeriyən, ayağı ilə düşünən. Bir hadisə yadıma düşdü. Deməli, Peyğəmbər, Əziz İslam Peyğəmbərindən belə bir hədis vardı ki, Əmmar Yasir dünyanın ən alçaq qovmu tərəfindən öldürüləcək. Siffin döyüşündə deməli, şəhid olur Muaviyyənin qoşunu tərəfindən və qoşunda bir çaxnaşma yaranır. İnsanlar bir daha Həzrəti Əlinin haqq olduğunu başa düşürlər ki, bəs Peyğəmbər belə demişdi, Əmmar Yasiri də deməli Muaviyyənin qoşunu öldürdü. Ona görə də deməli dünyanın ən rəzil, ən alçaq qovmu, ən alçaq tayfası Əməvilərdir. Başında Muaviyyə durur. Bunlar batil tərəfimiş. Gəlirlər Muaviyyənin yanına, deyirlər, Muaviyyə, Peyğəmbərdən belə hədis eşitmişik ki, bu Peyğəmbər belə deyib. Muaviyyə görür ki, burada çıxılmaz vəziyyətdə qalır və inkar eləyə bilməz ki, yox, Peyğəmbər belə deməyib. Deyir, bəli, mən də eşitmişəm, düz deyirsiniz, Peyğəmbər elə bir hədis deyib, mən də eşitmişəm. Bəs indi gəlin görək burada kimdir rəzil insan? Əgər Əli Siffin döyüşünə başlamasaydı, bizlə müharibə etməsəydi, bizim üstümüzə gəlməsəydi və
Əmmar Yasiri də öz qoşununa qatıb bizim üstümüzə gətirməsəydi, Əmmar Yasir ölməyəcəkdi. Ona görə də Əmmar Yasir bizim tərəfdən deyil, Əli tərəfindən öldürülüb. Elə dünyanın ən alçaq şəxsi Əlidir. Baxın, cahil insanlar da Muaviyyənin bu məntiqini qəbul edirlər, deyirlər, hə də düz deyirsən də, Əli müharibəni başlamasaydı, Əli Əmmar Yasiri ordusuna almasaydı, gətirməsəydi və ölməzdi. İndi bu məsələni mən niyə dedim? Bugün ayağı ilə düşünən, başı ilə yeriyən Nemət Pənahlılar kimi şəxslər deyirlər ki, bəs bugün İsrail ki, Təbrizi vurur, İsrail orada Azərbaycanlıları, türkləri deməli öldürür və daha doğrusu İranda bugün İsrailin hücumu nəticəsində ölənlərin yarısı türklərdir, ən azı. 5 dənə fars ölürsə, 5 dənə də türk ölür. Bu açıq, aydın bir məsələdir. Bu şərlatanlar deyirlər ki, bəli, bunu İran eləyir. İran bizim türkləri öldürür. İran Təbrizliləri öldürür. Necə? İran təkəbbürlü eləməsəydi, İsrailin dediklərini yerinə yetirsəydi, İsraillə müharibəyə girməsəydi, bu türklər ölməzdi. Bəs nəticə budur ki, bugün Təbrizi dağıdan İsrail deyil, Təbrizi dağıdan İrandır. Baxın bunların məntiqinə. Görün, bunlar nə qədər şərlatan, hətta şeytanın ağlına gəlməyən düşüncələri bunlar utanmadan, həyasızcasına deməli, efirlərdən səsləndirib, insanların düşüncəsinə şübhə salmağa cəhd edirlər. Halbuki, bütün dünya bilir ki, hücum edən tərəf İsraildir və bu türklər, bu Təbrizlilər, Azərbaycanlılar, bunlar hamısı İsrailin hücumu nəticəsində öldürülüblər, şəhid ediliblər. Amma bu cür Nemət Pənahlı kimi ayağı ilə düşünənlər, başı ilə yeriyənlər, bunlar üstə deyirlər ki, yox, həmən o, necə ki, Muaviyyənin hiləsi ilə verdiyi cavabı, bunlar indi insanların düşüncəsində, deməli, canlandırırlar. Əziz izləyicilər, mən istəyirəm bugün həm də bu videonun sonunda bir mövzuya da toxunum. Baxın, ortada böyük bir müharibə başlayıb. Hətta bəziləri iddia edir ki, bu 3-cü Dünya müharibəsidir. Mən də düşünürəm ki, ola bilər. Böyük bir müharibə başlayıb. Bir tərəfdə İran xəyanətkarlarla əhatə olunmuş, ətrafı əhatə olunmuş və hətta xəyanətkarlarla öz vətəndaşlarının da bəziləri görürsən xəyanətkardılar, bəziləri İsrailə müəyyən kəşfiyyata işləyirlər və s. və ilaxır. Yəni bir tərəfdə belədir, təklənmiş, xəyanətə uğramış İranlar, bir tərəfdə də İsrail ərazisi az olsa da, əhalisi az olsa da, bütün dünyanı arxasına almış. Amerika, Avropa Birliyi ölkələri, İngiltərə başda olmaqla bu ölkələri arxasına alıb və məhz bu ölkələrin dəstəyi ilə meydana atılıb və məhz bu ölkələrin maddi, hərbi, siyasi yardımı ilə İrana qarşı, deməli, İrana qarşıdır. İndi bu belə iki dənə cəbhə təsəvvür edin. Bir tərəfdə dediyim kimi təklənmiş, xəyanətə uğramış İran var. Bir tərəfdə isə bütün dünya güclərini, imperialist güclərini arxasına almış, bütün Amerika, Avropa ölkələri başda olmaqla, İngiltərə, siyasi, hərbi, iqtisadi, bütün psixoloji, bütün cəbhələrdə yardımını arxasına almış, dəstəyini arxasına almış bir İsrail. Biz elə fikirləşirik ki, bir dənə İsrail bir dənə bomba atdı İrana, İran dərhal gərək İsraili yerlə yeksan eləyər. Bunu kim iddia eləyir? Bu sözü kim iddia eləyir? Əvvəla, müharibə 4 gündür başlayıb. İkincisi, bu sözü o adamlar iddia eləyir ki, o adamlar İsrail haqqında yuxularında da pis fikirləşməyə cəsarət etmirlər. Bunlar həm dövlət rəhbərlərdilər, həm siyasilərdirlər, həm siyasi icmalçı kimi cəmiyyətə soxuşdurulanlardılar. Bu insanlar gecə yuxularında da İsrail haqqında mənfi düşünməyə cəsarət eləmirlər.
Cəsarət eləmirlər ki, biz birdən İsrail haqqında mənfi düşünərik. Amma İran o ölkədir ki, canı ilə, qanı ilə İsrailin və dünya imperializminin qarşısında dayanıb, Amerika, İngiltərə dediklərini inkar edir. Deyir, mən öz evimi, öz ölkəmi sən deyən kimi yox, öz bildiyim kimi eləyəcəm. Amma baxın bunların məntiqinə. İran bu iddialı, bu kişi mərd davranışı qarşısında bu insanlar gəlib bunun yanında durmaqdan, bu ölkələr, bu siyasətçilər İranın həqiqi və mərd mövqeyini müdafiə etməkdən bunlar deyirlər ki, yox, İran gərək təkəbbürlü eləməsin, İran gərək elə İsrailin dediyinə ləbbeş desin, okey desin və İsrail də gəlsin, onların istədiyi, deməli, İranda istədiyi kimi eləsin. Bunlar istəyirlər ki, necə ki Trump getdi Birləşmiş Ərəb Əmirliyində onların qızlarının hansı formada Trump'ı qarşıladılar. Bunlar deyirlər ki, necə ola bilər? Bizim qızları biz məcbur oluruq, qızlarımızı Trump'a peşkeş eləyək, İran nə eləməsin? Əslində bu qeyrətsizlər istəyirlər ki, qeyrətli İran xalqını da öz günlərində görsünlər. Çünki böyük fərq yaranır axı. İran deyirsən, qələt eləyirsən. Sən böyük şeytansan, heç bir qələt eləyə bilməzsən. Mən ya kişi kimi öləcəm, ya da ki, sən deyəni eləməyəcəm. Tarixdə belədir də. Baxın, tarixdə elə bir insanlar olublar ki, elə deməli cəngavərlər, qəhrəmanlar olublar ki, onlar əqidə uğrunda kişi kimi ölüblər, amma düşmənin rəzil təklifini, xəyanətkar təkliflərini qəbul eləməyiblər. Biz onlara deyirik ki, bəli, onlar dünyanın, daha doğrusu tarixin qəhrəmanlarıdırlar və bəzən biz o tarixi qəhrəmanları biraz özüm adımıza çəkmək istəyirik. Amma niyə görə biz tarixin bu cür qəhrəmanlarını sevə, dövrümüzün bu qəhrəmanlarına qarşı çıxırıq? Axı, mən əminəm ki, dediyim kimi, İran tarixdə mütləq qalib bir xalq kimi tarixə düşəcək. Fərz eləyək ki, bugün dünya, bütün imperialist güclər İrana qarşı döyüşürlər və İran öz ideologiyasını qoyub ortaya, öz cəsarətini, imkanlarını qoyub ortaya, deyir, mən sizlə sona qədər döyüşəcəm. Ya öləcəm, şəhid olacam, Allah mənə şəhadət vədəsi verib və şəhidlərə Allah yüksək vədə verib, mükafatlanacam. Ya da ki, mən sən deyəni eləməyəcəm, mən kişi kimi yaşayacam. O bir söz vardı Babəkdən, bir 40 il kölə kimi yaşamaqdansa bir gün kişi kimi yaşamaq, yəni təqribən bu mənada belə bir söz vardı, daha üstündür. İndi onlar bu şüarları səsləndirirlər, amma bu şüarı reallığa çevirən, həqiqətə çevirən İran xalqına düşmənçilik eləyirlər. Və yalandan, ən böyük problem də odur ki, yalandan məlumatlar tirajlayırlar. Bir də görsün ki, İran məxfi orqanlarının, İsrail məxfi orqanlarının xəbəri olmayan bəzi strateji, mühüm məlumatları, deməli, bunlar biliyorsun ki, hər hansı bir Bakının bir dənə uçuq daxmasında oturmuş bir dənə jurnalist və yaxud da Azərbaycan hökumətinin bunlara verdiyi o binalarda oturub o şeylərlə kompüterlər, verilən kompüterlərin arxasında yazırlar ki, filan İran, Azərbaycan, İran, İsrail arasında olan müharibədə filan strateji şey belə oldu. Qardaş, sən hardan bildin bunu? Sonra da çıxır, İsrail təksib eləyir, İran həqiqətləri qoyur ortaya və s. Bu cür yalan məlumatlarla istəyirlər ki, bunlar öz ağalarına, istəyirlər ki, bunlar öz böyüklərinə, İsrailə xidmət eləsinlər. Amma eyni zamanda İsrailin işğalçı, İsrailin necə cinayətkar olduğu, uşaq qatili olduğunu bunlar bilirlər. Bilirlər İsrail acımasızdır, İsrail İslama qarşı necə də düşməndir. Çox təəssüflər, görürsən ki, bir adam etiqad baxımından, əqidə baxımından şiədir. Deyir, mən şiiyəm. Amma gərək İsrail İranı dağıtsın. Niyə? Niyə dağıtmalıdır?
Niyə məsəl üçün sənin xoşun gələr, sənin qonşun gəlib sənin evinə girsin, zorla, sənin qulağından tutub ki, bəziləriniz buna razısınız ki, bu mövqedə dayanırsınız. Sənin qulağından tutsun və sənin ailə uşağının yanında səni sındırsın və sonra başqa əxlaqsız hərəkətlər eləsin. Sən buna deməli razısan ki, buna sən İsrailin təcavüzünü bu cür alqışlayırsan. İran da təcavüzə qarşı çıxır. Hər şeyi qoyub qırağa. Ay bir dənə söz atıblar. Ay İran Ermənistana kömək elədi. Məscid, sən belə məscidə hörmət eləyənsən, nə vaxt getmisən Azərbaycanda məscidə? Nə vaxt dinə belə hörmət eləmisən? Nə vaxt dini dəyərləri belə sayğı göstərmisiniz siz? Həmişə sizin bütün fəaliyyətiniz dini dəyərlərə, məscidə, ruhaniyə belə şey eləməkdir də, aşağılamaq, təhqir eləməkdir sizin mövqeyiniz. İndi nə oldu? Bir dənə əlinizdə təzə bir sözdür. Təzə deyəndə illərdir də bu sözdən istifadə edirsiniz. Hə, İran bizim məscidlərə hörmətsizlik edən Ermənistanı müdafiə edib. Sən yaxşı özün məscidə hörmət elə, nə vaxt hörmət eləmisən? Həmişə Azərbaycanda neçə dənə məscid çökülüb, bağlanıb, neçə dənə ruhani həbs olunub, şərlənib. Sizin nə vaxt qeyrətiniz, cəsarətiniz çatıb ki, durasınız deyəsiniz ki, niyə bu işlər belə olur? Nə vaxt etiraz eləmişsiniz? Siz məqsədiniz ancaq bu İsrail uşaq qatili, cinayətkar İsrailə nökərçilik eləməkdir. Və sizə pis gəlir. Siz deyirsiniz ki, mən nökərçilik eləyirəm, yaxşı İran niyə nökərçilik eləməsin? Adətən belə işlər olur da. Biri görürsən ki, rəzil günə düşüb, biri görürsən ki, ən alçaq yola düşüb, digərləri şərəflə yaşayır, şərəflə ölür, şərəflə yaşamağı seçir, güzel onlara paxıllıq eləyirlər ki, yaxşı, o şərəflə yaşayır, ləyaqətlə yaşayır, mən nə yaşaya bilmirəm, o da gəlsin düşsün mənim günümə. Bax, sizin İrana qarşı olan münasibətinizin buradan doğur, buradan yaranır. Siz bu qədər özünüzü alçaq bir yola qoymusunuz, rəzil bir vəziyyətə salmışsınız. İran xalqı qeyrətli, fədakar, cəsur, rəhbərinə sadiq olan İran xalqı döyüşür, küçələrə çıxır. Siz nəinki onları müdafiə edəsiniz? Hətta deyirsiniz ki, İran xalqı nəm o ölkəyə qaçdı, filan kəs bu ölkəyə qaçdı, nəm İranın siyasi, dini, ali dini lideri nəm öldürüləcək. Ay, bu müharibədir də, hər şey ola bilər. Lap elə şəhid olsun. Olanda olacaq da, şəhid. Sənə nə? Sənə nə isti soyuğu var bunun? İran lap elə İranı parçaladı. Dediyim kimi İsrail lap elə İranı parçaladı ki, İsrailin arxasında kimlər durduğunu təkcə burada İsraildən yox, həmən ölkələrin, İngiltərənin, Amerikanın, Avropa Birliyi ölkələrinin, deməli ki, dünyada bütün iqtisadi vasitələr, rıçaqlar bunların əlindədirlər, ondan sonra bir çox təsir imkanları var, müəyyən müasir silahlardan tutmuş, pula qədər, ondan sonra imkanlara qədər. Bunların hamısı bunların əlindədir. Ola bilər ki, lap olsun. Sənə nə? Sən nə qazanacaqsan burada? Nəyə nail olacaqsan? Sən zaten köləsən də, sən zaten köpəksən də, sən nə fərqi var? Onsuz da sən köpəkliyin və köləliyin də dəyişikliyi olmayacaq ki. Sən niyə görə istəyirsən ki, həmən o qeyrətli, fədakar xalq da sənin günə düşsün? Nə xainliqdir? Dediyim kimi, müharibədir. Müharibə ilə təzə başlayıb, İran tərəfi də bəyanatlar verir, öz müharibəsini aparır, İsrail tərəfi də bəyanat verir, Amerikanı, İngiltərəni arxasına alıb, öz müharibəsini aparır. Nə olacaq, necə olacaq? Bunları hələ biz, hardan siz proqnoz verirsiniz? Hardan? Heç siz bir dənə, axırıncı dəfə nə vaxt kitab oxumusunuz? Hələ bunu deyim. Nə vaxt kitab oxumusunuz? Axırıncı dəfə, nə vaxt məsələn bir dənə ciddi işlə məşğul olmusunuz? Axı, bu qədər, yəni bu fikirlər ki, səsləndirirsiniz, ağlınıza gələni danışırsınız. Bunlar məlum olur ki, bunlar heç biri elmi əsaslara, elmi faktlara əsaslanmayan fikirlərdilər. Və bunlar sizin nə qədər iyrənc məxluq olduğunuzu ortaya qoyur. Nə qədər iyrənc olduğunuzu göstərir. Sizin özünüzün xəbəriniz yoxdur. Siz bu cür davranışlarla özünüzü deməli biabır eləyirsiniz. Dediyim kimi müharibədir. Müharibənin hər iki tərəf
hər iki tərəfdən biri uduza bilər. Və yaxud da arada sülh bağlana bilər. Və yaxud da, məsələn, bir dəfəli hər hansı bir razılıq ola bilər. Müharibə başlayıb. Bunun bir neçə variantı var ki, bu müharibə bitəcək. Ya bir tərəf digər tərəfi tam məğlub edəcək, ya bəzi vasitəçi ölkələrin vasitəçiliyi ilə, üçüncü ölkənin vasitəçiliyi ilə sülh bağlanacaq. Ya məsəl üçün, hər hansı bir razılıq əsasında məsələni dayandıracaqlar. Yəni, bu müharibə ömürdə ola bilməz ki. İndi biz bunu deyə də bilmərik. 5 gün olacaq, 10 gün olacaq, 1 ay çəkəcək, 2 ay çəkəcək. Nə olsun, Ukrayna-Rusiya müharibəsi də başlayanda biz bəziləri həmən adamlar, onlar deyirlər, ay belə olacaq, elə olacaq. 4 ildir müharibə davam edir. 4 ildir. 4 ildə nə qədər itkilər verib hər tərəfdən. 4 ildir nələr baş verib. Amma əvvəlcədən deyirlər ki, bir aya nə filan şey olacaq, 5 günə o olacaq. Biz bunu da bilmirik. Bunu da kimsə proqnoz qoya bilmir. Çünki tərəflərin ikisi də iddialıdır. Bir tərəf dünya güclərini arxasına alıb deyir ki, mən deyən kimi oturub duracaqsan, ya mən deyən kimi olacaqsan, ya da öləcəksən. Digər tərəfdə deyir ki, mən sən deyən kimi olmayacağam, öləcəm. Ya da sən deyən kimi olmayacağam, ya da səni öldürəcəm. Bu cür ciddi tələblər ortada olduğu halda, ikisinin də raketləri var, raketlə atırlar, bombalayırlar bir-birlərinin şəhərlərin. Mümkündür burada şeylər də ölsün, əskərlər də ölsün, generallar da ölsün. Əsasən, bugün generalların ölməsi o demək deyil ki, elə bu ölkə məhv oldu, getdi. Əslində o generallar şəhid olurlar. Onlar istədikləri, arzuladıqları sonluğa çatıblar, aqibətə çatıblar. Və sizin kimi, əks tərəf kimi onlar ölümdən sonra, ölməklə hər şeyin bitdiyini düşünmürlər ki, onlar şəhid olmaqla yaxınları bir-birin deməli təbrik edir ki, məsələn, şəhid Səlamı və yaxud da Baqırı və yaxud da digər şəhidlər, bunlar kişi kimi yaşayıblar, şəhid kimi yaşayıblar, öz arzularına çatıblar. Baxın, İran xalqının düşüncəsi budur. Bu Əhl-i-Beyt düşüncəsidir. Bu İslam düşüncəsidir. Amma siz isə əl-ayağınızı dağıdırsınız ki, ay filan şey belə olacaq, ay şey öyle olacaq. Çox maraqlı bir, deməli, fikir ağlıma gəldi. Elə məhz bu Nemət Pənalı ilə bağlı bu fikirlə də mən sözümü tamamlayacağam. Aparıcı ondan, o deyir ki, mən bu gün hazıram, gedəm Təbrizi müdafiə eləyəm. 4 dənə oğlum var, əlimə silah alam, gedəm mən Təbrizi müdafiə eləyəm. Aparıcı da ona göndərilən suallardan ondan soruşur ki, sənin 4 dənə oğlun vardı, 44 günlük savaşda 4 dənə oğlundan biri getdi Qarabağda savaşdı. Başlayır ağlamağa ki, yox mən müraciət elədim prezidentə, məni qoymadılar getməyə. Necə qoymadılar? Mən bir oğlum Türkiyədə oxuyurdu, bir oğlum orada oxuyurdu, bir oğlum burada oxuyurdu. Ay türkülər, siz ağlamaqla, bu cür yalan manevrlər eləməklə kimi yolladırsınız? Necə qoymadılar? O qədər yaşlı adamlar getdilər, o qədər işlər görüldü. Neçə dənə könüllü getdi, şəhid oldu, neçəsi qazi oldu. Mən şəxsən neçəsini tanıyıram. Necə qoymadılar? Necə qoymadılar? Yəni bu cür aktyorluqla, bu cür deməli hərəkətlərlə siz kimi yolladırsınız? Siz baxırsınız da. Siz indi buradan deyir ki, mən gedib Təbrizdə müdafiə eləməyə 4 dənə oğlumdan əlimə silah alıb. Sən qələt eləyərsən. Sən heç qorxundan, qapından 5 metrə çölə gedə bilməzsən. Sənin canında o qədər qorxu var. Sən qorxundan İranın haqlı mövqedə olduğunu dilə gətirə bilmirsən. İndi sən buradan gedib orada döyüşəcəksən. Sən qorxundan heç Qarabağ savaşında qaçıb gizlənmişdin oğlanları ilə bir yerdə. İndi buradan cəmaatı alladırsan, ağlayırsan, arvad kimi cəmaatın güyada o əsas şeyinə, sarı simə toxunmaq üçün, əsas kövrək notlarla özü da qəhrəman kimi göstərirsən və bunun kimi yüzlərlə
insanlar bu gün meydana çıxıb, bunlar İsrailin təbliğatını aparırlar. Bunlar İrana düşmənçilik yağdırırlar. Məqsəd də nədir? Məqsəd də budur ki, mən inanıram ki, bunlar heç bir yerdən də pulzat almırlar. Sadəcə məqsədləri budur ki, özləri düşdükləri rəzil gündə fədakar İran xalqına paxıllıq eləyirlər. Deyirlər, qoy bunlar da gəlib bizim gülümüzə düşsün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.